Əziz izləyicilər və dəyərli müştərilərimiz, Teplo kombi təmir üçün yaxınlaşmışıq. Müştərimizin şikayəti kombinin işləməməsidir. Kombinin işləməməsinin səbəbi nədir? Müştərimiz qış vaxtı qar yağmasından öncə, yəni rayon üçün gediblər və kombini tokdan çıxardıb, söndürüb gedib və qar yağıb şaxta olandan sonra isə kombinin don vurub. Kombilərdə don vurma zamanı yaranan problemlərdən ən çox rastlanan kombinin pompasının çanağının partlaması. Bu tək esenjor kombidir. Cüt esenjor kombilərdə plaka esenjoru da sıradan çıxardır. Dövriyyə nasosunu sıradan çıxarda bilir. Esenjora zərər vura bilir. Bundan başqa adətən plasmas olan çanaqları və s. sıradan çıxardır. Ona görə də qış vaxtı evdən çıxıb harasa gedəndə kombinizi söndürmək məsləhət deyil. Və yaxud kombini söndürürsünüzsə, yəni uzun müddətli gedirsinizsə, kombini söndürürsünüzsə, kombinin altından qazın şlankı xaric, yəni bu qaz xəttinin şlankıdır, sarı. O xaric digər şlankları kombinin altından açırsınız, kombinin içinin suyu təmiz boşalsın və kombinin içində su qalmasın. Bu zaman artıq söndürüb gedə bilərsiniz rahatçılıqla, çünki don vurma ola bilməz bu halda. İndi kombimizi sökəcəyik. Keçən dəfə gələndə yoxlamışıq, onu da videoya çəkməmişdim. Dövriyyə nasosu da çox güman ki dəyişiləcək, çanaq dəyişiləcək və esenjoru da yoxlayacaq. Ola bilər buz səbəbindən, donma səbəbindən içdən deşilmə prosesi ola bilər. Ona görə esenjoru da yoxlayacaq. Ondan sonra kombimizi yığıb müştərimizə işlək vəziyyətdə təhvil verəcək. Kombilərin təmiri, yuyulması, montaj işləri, santexnika xidmətləri ilə bağlı telefon nömrələri ilə əlaqə saxlayıb xidmətlərimizdən yararlana bilərsiniz. Bakı şəhəri, Sumqayıt şəhərində xidmət göstəririk. Rayonlarda isə hələ ki xidmətimiz yoxdur.